Hoş gördük kanalımın əziz izləyiciləri. Mən Kamil müəllim. Kanalımda yeni bir videoyla yenə qarşınızdayam. Bu videomda da ədəbiyyat fənni ilə bağlı bir sualı izah eləməyə çalışacağam və nəzərinizə çatdırım ki, həm ali təhsil müəssisələrinə hazırlaşan 3-cü qrup abituriyentləri, eyni zamanda müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşan namizədlər, sertifikasiya imtahanına hazırlaşan müəllimlər bax bu sualdan faydalana bilərlər. Bu sualda bir incə məqam var və gəlin ona görə bu sualı diqqətlə izləyək. Sualı izləmədən öncə kanalıma abunə olmağı, videolarımı bəyənməyi sizdən xahiş edirəm və buna görə öncədən hər birinizə təşəkkür edirəm. Kanalımda daim belə video çəkilişləri olacaqdır. İzləyib faydalana bilərsiniz. Kanalımın əsas izləyiciləri olaraq, belə deyək də, abituriyentlər, yuxarı sinif şagirdləri, ümumiyyətlə məktəbdə təhsil alan 5-ci sinifdən yuxarı bütün şagirdlər kanalımı izləyə bilərlər. Eyni zamanda müəllimlər, tələbələr, abituriyentlər kanalımdan faydalana bilərlər. Keçən sualımızın izahına. Deməli, sual Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri ilə bağlıdır. Maraqlı, çox təsirli bir tragikomediyadır və biz burada əsərdə Əbdüləzimin övladları ilə bağlı səhv fikirləri müəyyən etməyə çalışmalıyıq. Açıq tipli bir test çalışmasıdır. Əbdüləzim kişinin övladları ilə bağlı yanlışları gəlin seçək. Bizə 6 fikir təqdim olunub. Birinci fikirdə qeyd edilir ki, qardaşlar xaraktercə olmasa da geyim, danışıq və əqidə baxımından bir-birindən fərqlənirlər. Ümumiyyətlə, bu qardaşlar həm xaraktercə artıq bir-birindən fərqlənirlər əsərdə. Eyni zamanda geyim, danışıq və əqidə baxımından. Çünki onlar ayrı-ayrı ölkələrdə təhsil almışdılar və oxuduqları kitablar, təhsil aldıqları ölkə onları milli düşüncədən, milli hisslərdən tamamilə uzaqlaşdırıb yad adamlara çevirmişdi. Xaraktercə məsəl üçün Mirzə Məhəmmədəli biraz əsəb adam idi. Rüstəm bəy sakit təbiətli, demokratik fikirli insan təsiri bağışlayırdı əsərdə. Yəni, amma əslində belə deyildi. Bu mənada, yəni, xaraktercə də bunlar fərqlənirdilər. Geyim baxımından da. Məsələn, ortancıl qardaş olan Mirzə Məhəmmədəli uca İran börkü, börk papaq demək, papağı qoyurdu, İran arxalığı geyinirdi və s. və ilaxır. O birlər də həmçinin. Ona görə Anamın kitabı əsəri ilə bağlı birinci fikir yanlışdır. İkinci fikrə gəlin baxağın. Qardaşlar atalarının istəyi ilə yad ölkədə təhsil almışlar. Bax, bu məsələyə diqqətli olaq. Əsərdə bizim o qədər diqqət yetirmədiyimiz bir fikirdir. Əslində, bəli, bax, bu qardaşlar Əbdüləzim kişinin uşaqları, atalar 3 oğlu, yəni kişinin 4 evladı vardı, qızı Gülbahardan başqa 3 oğlu, unutmursunuz ki, bax, bu məqamı demək istəyirdim, yad ölkələrdə təhsil alıblar, özü də atalarının istəyi ilə təhsil alıblar. Bu ikinci fikir düzgündür, birinci fikir bir daha deyirik yanlışdır. Üçüncü fikir, Səməd Vahid qardaşlarından fərqli olaraq vətən təəssübü çəkir. Ümumiyyətlə, burada 3 qardaş var, heç biri vətən təəssübü çəkmir. Ona görə üçüncü fikri də biz yanlış fikir kimi qeyd edirik. Gəlirik 4-cü fikrə. Mirzə Məhəmmədəli Zivər xanımın iclasda rus dilində danışmaq təklifindən xoşlanmasa da buna münasibət bildirmir. Ümumiyyətlə, Mirzə Məhəmmədəli orada Xeyriyyə Məclisinin iclasında Rüstəm bəyin həyat yoldaşı Zivər xanımın iclasda rus dilində danışmaq təklifindən xoşlanmaya deyə belə bir fikir yoxdur və buna münasibət bildirir. Bu, yəni, yanlış fikirdir. Məzmunda belə bir şey yoxdur. Gəlik 5-ci fikirlə tanış olaq. Rüstəm bəy zahirən təmkinli və demokratik fikirli adam təsiri bağışlayır. Bəli, əsərdə özdə rus tərbiyəsi almışdı. Peterburqda oxumuşdur, ali təhsil insandır. Lüğət yazmaqla məşğul idi, gözlərində də eynək vardı. Əsərdə onun haqqında bəli, belə bir təhlil hissəsində bu fikir var. Ona görə 5-i doğru götürürük və 6-cı fikir. Gülbahar senzorun onların mənzillərində axtarış aparmasına etiraz edir. Gülbahar, yəni bacı, qardaşların bir bacısı vardı, Gülbahar. O heç də əsərdə senzor Mirzə Cəfərin qardaşların yəni kitablarını araşdırmaq üçün onların mənzillərində axtarış aparmasına etiraz eləmir. Yəni, belə bir hadisə ilə Gülbahar bizim yadımızda qalmır. Aydındırmı? Deməli, biz səhv fikirləri götürməliydik. Səhv fikirlər isə edir. Birinci fikir, sonra üçüncü fikir, sonra dördüncü fikir və bir də 6-cı fikir. Beləliklə, bu testimizin cavabı 1, 3, 4, 6 edir. Videonu izlədiyinizə və bəyəndiyinizə görə sizə təşəkkür edirəm. Hələlik.